Salam, əziz, hörmətli tamaşaçılar. Bu günləri biz Əliyeva Rəhlə müəlliməgilin evindəyik. Müəllimə haqqında müəllimə özü danışsın, biz suallarımızı verək. Ad, soyad, ata adı müəllimə. Əliyeva Rəhlə Muradxan qızı. Anadan olduğunuz yer və tarix. Anadan olduğum yer Zəngilan rayonu Mincivan qəsəbəsi. Lap yaxşı. Oxuduğunuz orta məktəb olduğunuz, bitirdiyiniz il. Məktəbə qəbul olduğunuz il və bitirdiyiniz il. 1977-ci ildə Mincivan qəsəbəsindəki Nərmanov adına tam orta məktəbi qurtarmışam. Oxuduğunuz ali məktəb, fakültət, ixtisas, qəbul olduğunuz, məzunluq olduğunuz il. 1980-ci ildə qəbul olmuşam Naxçıvan Dövlət Universitetinə. 1984-cü ildə oranı bitirmişəm. Pedaqoji fəaliyyətiniz və fəaliyyət göstərdiyiniz məktəblər. Mən institut qutarandan Beyləqan rayonunun Şahsevən kəndinə təyinatla gəlmişəm. Öz arzumla, arzum olub gəlmişəm bura. Həmişə oxuduğum bədii kitablardan arzu eləmişəm ki, mən başqa bir rayonda gedib, başqa yerdə işləyib, orada öz hörmətimi qazanmalıyam. Kimə görəsə mənə kimsə hörmət eləməsin, heç kəs məni orada tanımasın. Çox şükürlər olsun ki, bu yaşda artıq mən uşaqlıq dövründə elədiyim arzuların hamısına çatmışam. Maşallah. Hal-hazırda pedaqoji fəaliyyət göstərdiyiniz məktəb hansıdır? Elə birinci il, 84-cü ildən qəbul olduğum birinci Şahsevəndə 2 nömrəli tam orta məktəbdə ilk dəfə işə başlamışam. Hal-hazırda da 41 ildə orada çalışıram. Maşallah. Müəllim, pedaqoji fəaliyyətiniz dövründə əldə etdiyiniz uğur, inkişaf etdiyiniz seminarlar, fəxri fərmanlar və sertifikatlar müəllim qeyd etdi. Biraz özünüz açıqlama verin. Mən demək olar ki, bu 41 ilin 20 ilini dil ədəbiyyat müəllimi kimi işləmişəm. Həmişə fənn müsabiqələrində, uşaqların fənn müsabiqələrində, olimpiyadalarında yaxından iştirak eləmişəm. Dərsdədiyim şagirdlərdən müxtəlif vəzifələrdə işləyənlər var. Həmişə öz ixtisasımla, ürəkdən öz ixtisasımı seçmişəm. Ona dərin 21 ildir məktəbdə sinifdən xaric və məktəbdən kənar işlər üzrə, yəni təşkilatçı kimi fəaliyyət göstərirəm. Uşaqların təlim tərbiyəsi ilə həmişə yaxından məşğul olmuşam və onların bütün dərslərin yaxından izləmişəm, lazım olan tövsiyələrimi vermişəm. Maşallah. Müəllim, uğurlu yetirmələriniz haqqında bir neçə məlumat verə bilərsiniz, adlarını çəkə bilərsiniz. Mənim hal-hazırda dərs dediyim şagirdlərdən ədəbiyyat müəllimi, qonşu məktəbdə məktəb direktorudur Elnur Rəkazımova. Mən həmişə belə şagirdlərimlə, hətta dərs keçdiyim şagirdlərdən 5-ci sinifdə dərs verdiyim Allahverdiyeva Rəşidə var, öz məktəbimiz ədəbiyyat müəllimidir. Ordenlə təltif olunub, çox yaxşı onun göstəriciləri var. Ən yaxşı, demək olar ki, Respublikanın ən yaxşı müəllimlərindən biridir. Daha çoxdur, bunları saymaq, artırmaq olar, ancaq onlara vaxt yoxdur. Müəllim, nümunəvi dərslər. Başa düşmürəm bu sualları. Mən başa düşmürəm, nümunəvi dərsləriniz. Sizin dərsləriniz, nümunəvi hansı dərsləriniz məsələn? Mən deyə bilərəm ki, elə ədəbiyyat dərslərinin hamısı nümunəvi dərs olur. Orta məktəbdə biz ədəbiyyatda daha geniş keçmişik. Amma hal-hazırda mən bir müəllim kimi ədəbiyyat dərslikləri məni indi hal-hazırda qane eləmir. Ona görə ki, biz o vaxtlar dərslikləri daha geniş əsərləri keçirdik. Uşaqların daha çox marağı var idi. Hal-hazırda isə boynumuza alaq ki, indi şagirdlər ali məktəbə qəbul olmaq üçün oxuyurlar. Uşaqlarda əvvəlki həvəs, maraq yoxdur. Necə deyirlər, o bədii əsərlərə maraq yoxdur. Ata, ana, bacı, qardaş haqqında məlumat, doğulduğunuz gün, ay, il, təvəllüd, təhsil və peşələr. 1960-cı ildə fevral ayının 28-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşam. Atam, anam, 2 qardaş, 3 bacı olmuşuq. Sənətinizlə bağlı məqsəd və gözləntiləriniz nədir? Sənətimlə bağlı həmişə ürəkdən işləmişəm. Bunu bütün yaşadığım bu rayonun da, rayon təhsil şöbəsinin işçiləri də, müəllim yoldaşlarım da, kənd əhalisi də bilirlər ki, mən çox ürəkdən həmişə sənətimə bağlanmışam, ürəkdən sevmişəm. Hətta tərbiyə işlərinə baxdığım vaxtda da çox, necə deyərlər, çox canı dildən işləyən müəllim olmuşam.
Hal-hazırda elə olub ki, mən demək olar ki, təşkilatçı işlədiyim müddətin 5 ilin mən direktor vəzifəsini icra eləmişəm, amma səhhətimlə bağlı olaraq o işdə çox qalmamışam da, istəməmişəm çox davam elədim. Müəllimə, məqsədimiz də çağdaş təhsil olaraq, məqsədimiz odur ki, regionlarda beləncə müəllimləri işıqlandıraq, yeni müəllimlər, məsəl üçün gələn yeni kadrlar sizin kimi müəllimləri görüb özlərini örnək götürsünlər, sizin kimi özünü fəda edən, yəni dediyiniz, bayaq qeyd etdiniz ki, başqa şəhərdə doğulmusunuz, ancaq burada gəlib işləmişsiniz. Yəni bunları işıqlandırmaq üçün məqsədimiz beləncədir ki, sizin kimi müəllimləri işıqlandıraq, dünyaya tanıdaq. İnşallah ki, sizin jurnalı sizə təqdim edəndə bir reizə çəkiliş edərik, daha yaxşı olar, hər şey inşallah ürəyinizcə olar. Hətta mən hal-hazırda da elə bilirəm ki, institutu təzə qurtarmışam, gəlirəm. Hər gün məktəbə gedəndə mən o hissindən gedirəm. Heç vaxt yorulmaq nə olduğunu hiss eləmirəm. Hal-hazırda da mən məktəbə əgər səhər-səhər birinci getməsəm, o qədər tələsirəm ki, mən məktəbə hamıdan qabaq çatmalıyam. Hamıdan əvvəl orada olmalıyam. Öz işimə görə hər yerə göz gəzdirirəm, bir əyər əskik yoxdur. Sonra otururam müəllimlər otağında və hamını yola salandan sonra da evə gəlirəm. Hər zaman belə olmağınızı arzulayırıq. Çox sağ